unutmayın, her bir insanın değer görmeye, sevilmeye ve eşidilmeye ihtiyacı var. Sosial reddedilmə bərabərdir eşşək sudan gələnə kimi döyülməyə. Belə ki, insan sosial reddedilmə yaşadığı zaman, dəyər görmədiyini düşündüyü zaman beyində aktiv olunan bölgələrlə şiddət gördüyü zaman beyində aktiv olunan bölgələrlə eynidir. Belə ki, hər ikisində də anterior singulat korteks və limbik sistem aktivləşir. Məhz buna görə də həmin insanlar tərəfindən sevilmədikdə, dəyər görmədiyini düşünəndə belə cümlə işlədirlər. Sanki ürəyim ağrıyır. Bu ifadə metafora deyil, əslində həqiqətdir. İnsanlar ürəklərində və ya bədənlərinin sol tərəfində ağrılar, acılar, sancılar hiss edə bilir. Bəs bu vəziyyət nələrə səbəb olur? İnsanlarda aqressiya, depressiv hallar, özünə inamın aşağı olması və s. və s. Məhz buna görə də ətrafınızda sosial təcrid yaşadığınızı düşünürsünüzsə, insanların sizi sevmədiyini, insanların sizi istəmədiyini düşünürsünüzsə, mütləq bunun üzərinə düşün və qırmızı həyəcan siqnalınızı çalın.